Salam əziz abituriyentlər, sizə bugün dördbucaqlar mövzusunun suallarını izah edəcəm. Qabarıq çoxbucaqlı, qabarıq çoxbucaqlının daxili və xarici bucaqlarının cəmi. Birinci suala baxaq. Deyir ki, daxili bucaqlarının cəmi 1440 dərəcə olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. Daxili bucaqlarının cəm düsturu bu şəkildədir. 180 dərəcə n-2 bərabərdir 1440 dərəcə. Buradan alınır ki, n-2 bərabərdir 1440'ı 180'ə bölsək, alınır 8. Buradan n nəyə bərabər olacaq? 10'a bərabər olacaq. Yəni tərəflərinin sayı burada 10'dur. İkinci sual eyni sualdır. Bunu özünüz yazarsınız. Üçüncü suala baxaq. Deyir ki, perimetri 30 olan düzgün altıbucaqlının böyük diaqonalı tapın. Bilirik ki, altıbucaqlının perimetri 6a'ya bərabərdir. Bunu 30'a bərabərləşdirdik. Yəni düzgün altıbucaqlıdan söhbət gedir burada. Burada a 5'ə bərabər olacaq. Böyük diaqonal tərəfinin 2 qatıdır. Yəni onun 2 qatı, 5'in 2 qatı. Bu da bizə 10 verəcək. Cavab burada B variantı olacaq. Dördüncü sual. Yenə eyni formada perimetr bərabərdir 6a. 6a 36'ya bərabərdirsə, a burada 6'dır. Altıbucaqlının kiçik diaqonalını soruşur. Kiçik diaqonalı D bərabər olacaq. A kök 3. A-nın yerinə 6 yazırıq. 6 kök altı 3 olacaq. Cavab da burada A variantı olacaq. 5-ci sual. Böyük diaqonalı 4 cm olan düzgün altıbucaqlının perimetrini tapın. Böyük diaqonal D 2a'ya bərabərdir. 2a 4'dürsə, yəni düzgün altıbucaqlının böyük diaqonalı tərəfinin 2 qatıdır. Yəni 2a 4'ə bərabərdirsə, a burada 2'dir. Perimetr soruşur. Perimetr 6a'dır. 6'nı da 2'yə vursaq, cavab burada 12 olacaq. Yəni cavab burada A variantıdır. 7-ci sual deyir ki, kiçik diaqonalı 3 kök 3 olan düzgün altıbucaqlının perimetrini soruşur. Kiçik diaqonal A kök 3'ə bərabər olacaq. Yəni bərabərdir. A kök 3 3 kök 3'dürsə, kök 3'lər ixtisar gedir. A 3'ə bərabərdir. Perimetr P bərabər olacaq 6a'ya. 6'nı da 3'ə vursaq 18 olacaq. Cavab burada C variantı olacaq. 7-ci sual. Bir təpəsindən çıxan diaqonallarının sayı 17 olan qabarıq çoxbucaqlının daxili bucağını tapın. İndi bir təpədən çıxan diaqonal sayı bu şəkildədir. N çıx 3'ə bərabərdir. Bu N çıx 3 17'dirsə, burada N 20'yə bərabərdir. Yəni tərəflərinin sayı 20'dir. Bizə deyir ki, qabarıq çoxbucaqlının daxili bucağı da bir daxili bucaq bu şəkildə tapılır. 180 dərəcə vurulsun n-2 bölünsün n. N'in yerinə burada 20 yazsaq biz 180 dərəcə vurulsun 18 bölünsün 20. Bu da bərabər olacaq 9 vurulsun 18. O da bərabər olacaq 162 dərəcə. Yəni cavab olacaq B variantı. 8-ci sual. Bir təpədən çıxan diaqonalların sayı 16 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını soruşur. Yəni burada n çıxılsın 3'ü biz 16'ya bərabərləşdirəcəyik. N də nəyə bərabər olacaq? 19 olacaq. Yəni cavab burada nə olacaq? Y variantı olacaq. 9-cu sualda deyir ki, düzgün 12 bucaqlının bir daxili bucağını tapın. Bir daxili bucaq düsturu bu şəkildədir. 180 dərəcə. N çıxılsın 2 böl n. O da bərabər olacaq. 180 dərəcəni vururam 10'a. Bölürəm 12'yə. Bu da bizə nə verəcək? 150 dərəcə verəcək. Yəni cavab nə olacaq burada? A variantı olacaq. 10-cu sual deyir ki, düzgün 8 bucaqlının bir daxili bucağını tapın. Düzgün 8 bucaqlının bir daxili bucağı yenə 180 dərəcə vurulsun 8 minus 2 6 bölünsün 8. Bu da bərabər olacaq deməli 135 dərəcəyə. 135 dərəcə. Yəni cavab nə olacaq burada? B variantı olacaq. 11-ci sualda deyir ki, eyni bir çevrənin xaricinə çəkilmiş düzgün 6 bucaqlının, 7 bucaqlının, 8 bucaqlının
Tərəfləri A6, A7 və A8 olarsa, bu tərəflərin uzunluqlarını müqayisə edin. Eyni bir çevrədən söhbət gedirsə, yəni biz bunu belə deyək. Tərəflərin sayı çoxaldıqca tərəflərin uzunluqları qısalacaq. Yəni eyni bir çevrənin daxilinə, xaricinə həm 8 bucaqlı, həm 6 bucaqlı, həm 7 bucaqlı çəksək, tərəflərinin sayı artdıqca uzunluqları kiçiləcək. Ona görə burada ən balaca tərəf, ən balaca A8-in tərəfi, yəni 8 bucaqlının tərəfi ən kiçik olacaq. Sonra gələcək A7, sonra gələcək A6. Yəni cavab nə olacaq burada? D variantı olmuş olacaq. Növbəti suala baxaq. 5 bucaqlı bizə verilib. 5 bucaqlının əvvəlcə daxili bucaqlarının cəmini tapaq. 5 bucaqlının daxili bucaqlarının cəmi 140 dərəcədir. Yəni 180 dərəcə vurulsun n-2 düsturunda n-in yerinə 5 yazsaq. 180 dərəcə vur 5, vur 3, o da bərabər olacaq 540 dərəcə. İndi 5 bucaqlıdır. Görürük ki, A bucağını bizə verib 80 dərəcə. B bucağını bizə verib 110 dərəcə. C bucağını bizə verib 90 dərəcə. D bucağını bizə verib 140 dərəcə. İndi biz 5-ci bucağı tapmaq üçün, yəni bu 5-ci bucağı Y bucağı deyək. Y bucağını tapmaq üçün biz 540 dərəcədən çıxmalıyıq bu 4 dənə bucağın cəmini. Yəni nə olacaq burada? 200, 340, deməli 340, o da 80, 420. 420-ni çıxacağıq. 420 çıxsaq, bu da bizə nə verəcək? 120 dərəcə verəcək. Yəni cavab olacaq burada nə? D variantı. 13-cü sual, bu eyni sualdır. Da buna baxmırıq, özünüz baxarsınız. 14-cü suala baxaq. Deyir ki, ABC'də düzgün 5 bucaqlısında. Hər hansı bir 5 bucaqlı çəkirəm bura. Düzgün 5 bucaqlıdan söhbət gedir. Bura A deyək, bura B, bura C, bura D, burada E. Deyir ki, BD diaqonalı. Bax, BD diaqonalı neçədir? 7-dir. Bizə deyir AC və AD'nin cəmini tapın. Yəni AC diaqonalı bir də hansı diaqonaldır? AD diaqonalı. Təbii ki, AC və AD diaqonalları da hələ 7-yə bərabər. Nəyə görə 7 olacaq? Çünki bu düzgün 5 bucaqlıdır. Yəni bura BC CD-yə bərabərdir. Bütün tərəflər burada bir-birinə bərabərdir. Onda BCD 3 bucağı ilə ABC 3 bucağı kongruent 3 bucaqlardır. Eyni qayda ilə BCD 3 bucağı ilə AED 3 bucağı kongruentdir. Ona görə BD tərəfi həm AC-yə, həm də AD-yə bərabər olması lazımdır. Yəni onların cəmi bizə nə verəcək? 14 verəcək. Cavab olacaq Y variantı. 15-ci suala baxaq. Deyir, düzgün 12 bucaqlının simmetriya oxlarının sayı 8 bucaqlının diaqonalların sayının neçə payıdır? 8 bucaqlının diaqonalların sayını tapaq əvvəlcə. N vurulsun n-3 böl 2. N'in yerinə 8 yazsaq. 8 vurulsun 5 bölünsün 2. O da bizə 20 verəcək. Deməli, 8 bucaqlının neçə diaqonalı var? 20 diaqonalı var. İndi 12 bucağın neçə simmetriya oxu var? Məsələn, tutalım ki, mən burada bir dənə 3 bucaq götürürəm. Düzgün 3 bucaq. Bərabər tərəfli 3 bucaq. Bunun neçə simmetriya oxu var? Bir dənə, 2 dənə, 3 dənə simmetriya oxu var. Düzdür? Tutalım ki, düzgün 4 bucaq götürək. Kvadrat götürək. Bunun neçə simmetriya oxu var? Bir dənə, 2 dənə, 3 dənə, 4 dənə. Yəni simmetriya oxuların düzgün çox bucaqlıda simmetriya oxularının sayı tərəflərinin sayına bərabər olması lazımdır. Yəni burada 3 tərəf varsa 3 simmetriya oxu var. İndi 12 bucaqlının 12 tərəfi var. Onda 12 dənə simmetriya oxu var. Simmetriya oxularının sayı, yəni 12-ni böləcəm 20-yə, vuracam 100%-ə. Burada bizə nə verəcək? 60% verəcək. Yəni cavab burada olacaq 60% B variantı. 16-cı sualda deyir, şəkildə bir tərəfi ortaq olan düzgün 5 bucaqlı, 6 bucaqlı verilmişdir. X üstəgəl Y minus Z neçə dərəcədir? Biz burada nə edəcəyik? Diqqətlə qulaq asaq. 6 bucaqlıdır. X 6 bucaqlının daxili bucağıdır. 6 bucaqlının daxili bucaqlarının cəmi 720 dərəcədir. Yəni 6 bucağın daxili bucağının bir daxili bucağını tapıram. Onda X burada bərabər olacaq. 180 dərəcə vurulsun
n-2, yəni düzdür, əvvəlcə yazaq. n-2 böl n. N-in yerinə 6 yazanda 180 dərəcə vurulsun 4 bölünsün 6 olur. Bu da bizə nə verəcək? 120 verəcək. Yəni x oldu 120 dərəcə. Z-i tapıram. Z 5 bucağın 180 dərəcə vurulsun n minus deməli 5 yazaq da burada 5 vurulsun 2 bölünsün 5. Bu da bizə verəcək neçə? 108 dərəcə. Aha. Deməli, bura oldu 120. Onda bu bucaqda 120 dərəcə olacaq. Çünki düzgün altı bucaqlının bütün daxili bucaqları bərabərdir. Z-i 108 tapdıqsa, onda burada 108 dərəcə olacaq. Onda mən Y-i tapmaq üçün nə etməliyəm? Y-i tapmaq üçün 360 dərəcədən çıxmalıyam 120 dərəcə üstəgəl 108 dərəcəni. Bu da bərabərdir. 360 dərəcə çıxılsın. Bunların cəmi bizə nə verəcək? 228 dərəcə. O da bərabərdir neçə? 132 dərəcə. 132 dərəcə. İndi biz nəyi tapmalıyıq? X plus Y, yəni 120 dərəcə x üstəgəl Y çıx Z, yəni 120 dərəcə üstəgəl 132 dərəcə çıxılsın 108 dərəcə. Bu da bərabər olacaq. 252 dərəcə çıxılsın 108 dərəcə. O da bizə verəcək 144 dərəcə. Yəni cavab nə olacaq burada? C variantı olacaq. 17-ci sualda deyir ki, düzgün 5 bucaqlının bir təpəsindən çıxan iki diaqonalı arasındakı bucağı tapın. Düzgün 5 bucaqlıdan çəkək burada. Bir dənə düzgün 5 bucaqlı çəkək. Bir təpəsindən çıxan iki diaqonalı arasındakı bucaq. Bax, bir belə, bir də belə. İki diaqonalı arasındakı bucağı soruşur. Düzgün 5 bucaqlı olduğuna görə, bax, bu bucaq 108 dərəcədir. Buraya bərabər olduğuna görə 180-dən 108 çıxırıq 72. Onda hər bir bucaq 36 dərəcə olacaq. Burada 36 dərəcə olacaq, burada 36 dərəcə olacaq. Eyni qayda ilə 108 dərəcədir bu. Onda bu bucaqda 36 dərəcədir. Bu bucaqda 36 dərəcədir. Düzgün 5 bucaqlı olduğundan bunun bütün daxili bucaqları 108 dərəcədir. Onda mən bu orta bucağa x deyirəm, yazıram 36 dərəcə üstəgəl x üstəgəl 36 dərəcə. Bizə 108 verməlidir. Buradan x-i tapmaq üçün 108-dən 72 çıxırıq, yenə 36 dərəcə olacaq. Yəni x bucağı burada 36 dərəcədir. İki diaqonalı arasındakı bucaq bu bucaqdan söhbət gedir. O bucaqda nə tapdıq? 36 dərəcə tapdıq. Yəni cavab burada oldu 36 dərəcə. 18-ci sualda deyir ki, düzgün altı bucaqlının böyük diaqonalın uzunluğu 4 cm-dirsə, onun bütün diaqonallarının uzunluqları cəmini tapın. Düzgün altı bucaqlının böyük diaqonalın uzunluğu 4 cm-dir. Deməli, düzgün altı bucaqlıdan biz danışırıq. Düzgün altı bucaqlının, baxın, hər təpəsindən 3 diaqonal çıxır. Bir dənə, 2 dənə, bu da 3 dənə. Yəni, bir təpədən çıxan 3 diaqonaldan ikisi kiçik diaqonaldır, biri böyük diaqonaldır. Toplam 6 bucağının 9 diaqonalı var. Bax, n-3 böl 2 düsturundan n-in yerinə 9 yazıram. 9 vurulsun 6 bölünsün 2. Bu da bizə nə verəcək? Yox, 6 yazıram. 6 vurulsun 3. 6 vurulsun 3 bölünsün 2. Edir 9. Yəni 9 diaqonal var. Deməli, bir təpədən çıxan, bir təpədən neçə diaqonal çıxır? Bir təpədən 3 diaqonal çıxır. Onun biri böyük diaqonaldır, ikisi balaca diaqonaldır. Onda ümumi 9 diaqonal varsa, onun 3'ü böyük diaqonal olacaq. 6'sı kiçik diaqonal olacaq. Yəni, bu 3 dənəsi böyük diaqonal olacaq. Böyük diaqonal. 6'sı isə kiçik diaqonal olacaq. Aha. Böyük diaqonalın uzunluğu 4'dürsə,
Onda tərəfi 2 olur da, bilirik bunu. Tərəf 2-dirsə kiçik diagonal 2 kök 3 olacaq. Aha. Deməli 4 dənə böyük diagonal var. Böyük diagonalların cəmi eləyir 12. 6 dənə kiçik diagonal var. Onların cəmi də eləyir 6-nı 2 kök 3-ə vursaq eləyəcək 12 kök 6-da 3. Yəni cavab burada nə olacaq? C variantı olacaq. 19-cu sualda deyir ki, qabarıq 15 bucaqlının daxili bucaqlarının ən çoxu neçəsi iti olacaq? Bu maraqlı sualdır. Məncə əvvəlki topluda o sual yox idi. Yeni topluya əlavə olunmuş sualdır. İndi biz bunu belə düşünək də. Ümumiyyətlə, bax, hər hansı bir 15 bucaqlıdır. Bir tərəfini çəkmişəm bunun. 15 bucaqlıdır. Belə bir şeydir də. Bax, tutalım ki, heç çəkməyə gerək yoxdur. Bunu belə fikirləşək də. Ümumiyyətlə, istənilən çox bucaqlıda daxili bucaq, məsələn, bu alfa iti bucaq deyək. Daxili bucaq deyək də. Bu iti bucaq olsun. İti. Betaya onda xarici bucaq, o məcbur kör bucaq olacaq. Bunların cəmi 180 dərəcə olur. Yəni alfa iti bucaq olanda beta bucağı kör bucaq olur. Yəni beta bucağı böyük 90 dərəcə olacaq. Aha. İndi bu 90 dərəcə beta xarici bucaqlardan biri 90 dərəcədən böyükdür də mütləq. Çünki mənə iti bucaqlarının sayını soruşur da burada. Onda ümumi xarici bucaqların cəmi də 360 dərəcədir də. 15 istənilən çox bucaqlıda xarici bucaqların cəmi 360 dərəcə. Yəni 360 dərəcəni aşmır. İndi mən bu beta bucağından neçə dənəsini götürə bilərəm? 3 dənəsini götürsəm, yəni 3-ə vursam, bu 3 beta olacaq. 270 dərəcədən böyük olacaq. Amma 4 dənəsini götürə bilmərəm də. Çünki 4 dənəsini götürsəm, bu 360 dərəcədən böyük olacaq. Ona xarici bucaq ən çoxu 3 dənə ola bilir. Yəni 90 dərəcədən böyük, yəni kör bucaq deyək də. 90 dərəcədən böyük 3 dənə xarici bucaq var. Onların qonşularda iti bucaq olduğuna görə ən çoxu neçəsi iti olacaq? 3 dənəsi iti bucaq olacaq. Perimetri 156 olan, daxili bucaqların cəmi 1800 olan düzgün çoxbucaqlının tərəflərinin uzunluğunu tapın. Ümumiyyətlə, daxili bucaqların cəm düsturu bu şəkildədir, bilirik. 180 dərəcə, n-2. Bunu mən bərabərləşdirəm 156-ya. 1800-ə daha doğrusu. 1800 daxili bucaqların cəmi. Bunu 1800-ə bərabərləşdirirəm. Aha. Buradan n-2 10-a bərabər olacaq. N də 12-yə bərabər olacaq. Deməli, tərəflərinin uzunluğu 12-dir. İndi deyir ki, tərəflərinin sayı 12-dir. İndi perimetr 156-dırsa, mən 156-nı bölürəm tərəflərinin sayına. Onda bir tərəfin uzunluğunu tapıram 13. Yəni, cavab burada 13 olacaq. 21-ci sualda, hər bir xarici bucağı 30 dərəcə olan düzgün çoxbucaqlının bir təpəsindən çıxan diagonalların sayı, hər bir xarici bucağı, yəni bir xarici bucaqlarının cəmi 360 dərəcəyə bərabərdir. Bir xarici bucaq 360 dərəcə böl n-ə bərabər olur. 360 dərəcə böl n-i mən 30 dərəcəyə bərabərləşdirirəm. N-i tapıram burada 12. N-i tapdım 12, mənə nə soruşur burada? Diagonallarının sayını soruşur. Diagonalların sayı düsturda nə təlidir? N vur n çıx 3 böl 2. N-in yerinə 12 yazsam, 12-ni vururam 9-a bölürəm 2-yə. O da bizə nə verəcək? 54 verəcək. Yəni, cavab burada olacaq 54. 22-ci sual, hər bir xarici bucaq 20 dərəcə olan bir təpəsindən çıxan. Hə, burada biz yüngülvari səhv etdik. Burada ümumi diagonalların sayını soruşmur. Bir təpədən çıxan diagonal sayı soruşur. Bir təpədən n çıx 3 diagonal çıxırdı. Onda n-in yerinə 12 yazsaq, o da olacaq neçə? 9. Yəni, cavab da 9-dur. 22-ci sual eyni sualdır. Daha onu yazmıram. 23-cü suala baxın. Daxili bucaq, xarici bucağında 5 dəfə böyük olan. Deməli, xarici bucaq x deyirəm. Daxili bucaq olacaq 5x. Bunların cəmi 180 dərəcə olmalıdır. 6x 180 dərəcədirsə, x burada 30 dərəcə olacaq. Deyir, neçə tərəfi var deyir. 180 dərəcəni də
180 dərəcə. Tərəflərinin sayını soruşur. Onda bir xarici bucağı 30 dərəcədir. Onda tərəflərin sayını tapmaq üçün mən 360 dərəcə böl eni 30 dərəcəyə bərabərləşdirirəm. Burada n də 12 olacaq. Yəni cavab buradan olacaq 12 olacaq. 24-cü sual yenə eyni formada. Daxili bucaq xarici bucağından 8 dəfə böyük olan düzgün çoxun neçə tərəfi var? Eyni sualda da bunu yazmıram. 25-ci suala baxaq. Qabarıq 5 bucaqlının daxili bucaqlarının ikisi düzdür. Düz bucaqdır. Yəni qalanları 2, 3, 4 nisbətindədir. Bilirik ki, qabarıq 5 bucağının daxili bucaqlarının cəmi, yəni 180 dərəcə vur n-2, 180 dərəcə vurulsun, eni yenə 5 yadında 3, edir 540 dərəcə. 540 dərəcədən 2 dənə 90 dərəcəni çıxıram. Yəni 540-dan çıxıram 180 dərəcəni. Bu da bizə nə verəcək? 360 dərəcə verəcək. Yəni bu 3 dənə bucaq, yəni 2K, üstə gəl 3K, üstə gəl 4K bərabər olmalıdır 360-a. Buradan 9K 360 dərəcədirsə, K nə olur? 40 olur. K 40-dırsa, balacası olacaq 80 dərəcə. Ən kiçik daxili bucağı soruşur da. Sonra olacaq 120 dərəcə, sonra olacaq 160 dərəcə. Ən balaca daxili bucağı soruşur. Ən balaca daxili bucağı olur 80 dərəcə. Yəni cavab burada olacaq 80 dərəcə. 26-cı suala baxaq. Deyir, qabarıq 6 bucaqlının daxili bucaqlarından 3-ü 140 dərəcə, 150 dərəcə, 160 dərəcə, qalanları isə 2, 3, 4 nisbətindədir. Eyni tip sualdır. Qabarıq 6 bucaqlının daxili bucaqlarının cəmi 720 dərəcədir. Yəni 180 dərəcə vur n-2, eni yeni 6 yazanda 180 dərəcə vur 4, o da olur 720 dərəcə. 720 dərəcədən mən bunları çıxıram. 140, o da 160 edir 300. 300, o da 150, 450. 720 dərəcədən çıxıram 450 dərəcəni. O da bizə verəcək 270 dərəcə. Bu 3 dənə bucağın cəmi deməli bizə 270 dərəcə verməlidir. Yazırıq 2K, üstə gəl 3K, üstə gəl 4K bərabərdir 270 dərəcəyə. Buradan 9K 270 dərəcədirsə, K olacaq neçə dərəcə? 30 dərəcə. Ən kiçik daxili bucaq 2K-dır. 2-ni də vururam 30 dərəcəyə. O da bizə nə verəcək? 60 dərəcə verəcək. 27-ci sualda deyir ki, qabarıq diaqonalların sayı 20 olan qabarıq çoxbucaqlının bir təpədən çıxan diaqonal sayını soruşur bizdən. Deməli, diaqonalların sayı neçə deyir burada? Diaqonalların sayı deyir ki 20. Yəni n vurulsun n-3 bölünsün 2 bərabər 20-dir. Onda n vurulsun n-3 40-dır. N də burada 8-ə bərabərdir. Yəni tərəflərinin sayı 8-dir. Bir təpədən çıxan diaqonal sayı n-3-ə bərabərdir. N-in yerinə 8 yazırıq. 8-dən çıxırıq 3-ü. O da bizə verəcək nə? 5. Cavab yəni burada 5-dir. Diaqonalların sayı 14 olan qabarıq çoxu eyni sualdır. Da bunu yazmıram. 29-cu suala baxaq. Deyir ki, 6 bucaqlının daxili bucaqları ədədi silsilə əmələ gətirir və ən kiçik bucağı 70 dərəcə olarsa, böyük bucağın dərəcə ölçüsünü tapın. 6 bucaqlının bütün bucaqlarının cəmi 720 dərəcəyə bərabərdir. 720 bura qeyd edək. Yəni deyir ki, bucaqları ədədi silsilə əmələ gətirir. Tutalım ki, ən balaca bucağa deyirəm 70 dərəcə. Tutalım ki, ən kiçik bucaq olsun burada 70 dərəcə. Ən balaca bucaq 70 dərəcədirsə, ondan sonraki bucaq, bu birinci bucaqdır. Ondan sonraki bucaq 70 dərəcə üstə gəl dedir. Ondan sonraki bucaq 70 dərəcə, bunun üzerine yenə D əlavə edəcəm. 2 dedir. Dördüncü bucaq 70 dərəcə üstə gəl 3 dedir. 5-ci bucaq 70 dərəcə üstə gəl 4 dedir. 6-cı bucaq 70 dərəcə üstə gəl 5 dedir. Bunu bərabərləşdirəcək 720 dərəcəyə. Neçə dənə 70 var? 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə, 6 dənə. Topladıq edir 420 dərəcə.
420 dərəcə üstə gəl. D 2D, 3D, o da 3D, 6D, 12D. Bərabərdir 720 dərəcə. Buradan 12D bərabər olacaq 300-ə. D də bərabər olacaq nəyə? D də bərabər olacaq 300-ü 12-yə bölürük. D də bizə verəcək 25. D oldu 25 dərəcə. Yəni 25 bu bucaqlar artır. Bir də deyir ki, bizə nə deyir burada? Bizə deyir ki, böyük bucağın dərəcə ölçüsünü tapın. Böyük bucaq 70 dərəcə üstə gəl 5-dir. O da bərabərdir 70 dərəcə üstə gəl. D-nin yerinə 25 yazırıq. 125, o da bərabərdir 195 dərəcə. 30-cu sual. Qabarıq çoxbucaqlılar üçün uyğunluğu müəyyən edin. Birinci 5 bucaqlı. 5 bucaqlının neçə diaqonalı var? Baxaq. N vur n-3 böl 2 düsturunda. N-i yerinə 5 yazsaq. Olacaq 5 vurulsun 2 böl 2. Elə bu da 5-ə bərabər olacaq. 1-ə C uyğun gəlir. 7 bucaqlının neçə diaqonalı var? 7 vurulsun 7 çıx 3 böl 2. Yəni 7-ni vururam 4-ə. O da 14 olacaq. Yəni 2-yə A uyğundur. 9 bucaqlı 9 vurulsun 9 minus 3 böl 2. Bu da bizə verəcək nə? 27. Yəni 3-ə də Y uyğundur. 31-ci sual elə eyni sualdır. N vur n-3 böl 2 düsturunda n-in yerinə 6, sonra 8, sonra 10 yazırsınız. Buradan cavab alınacaq. Baxaq 32-ci suala, yenə uyğunlaşdırma sualıdır. N bərabər 4-dür. Yəni n 4 deyəndə bu kvadratdır. Kvadratın daxili bucaqların cəmi 360 dərəcədir. Hər bir daxili bucağı 90 dərəcədir. Yəni bura uyğundur C, E. N 7-dir. Yəni 7 bucaqlıdır. 7 bucaqlının daxili bucaqların cəmi 180 dərəcə vurulsun n-2 düsturundan. N-in yerinə 7 yazıram. 180 vurulsun 5. O deyir 900 dərəcə. 900 dərəcədir. Yəni cavab bura D uyğundur. Bir daxili bucağı məncə tam ədəd olmaz. Bir dənə yoxlayaq onu. 180 vurulsun 5 bölünsün 7. Yox, məncə elə bura ancaq D uyğundur. 8 bucaqlı da deməli 180 dərəcə vurulsun deməli n çıxılsın 2. 180 dərəcə vurulsun 6. Bu da bərabərdir nəyə? 1080 dərəcəyə. Yəni cavab burada nə olacaq? A, bir də B uyğundur. Bir daxili bucaqda 135 dərəcə olar. Yəni mən bunu 8-ə bölsəm, daxili bucaqların cəmini 8-ə böləndə 135 dərəcə olacaq. 33-cü sual eyni sualdır. 34-cü suala baxaq. Deyir ki, daxili bucaqlarının cəmi 1980 dərəcəyə bərabərdir. Baxaq, yəni 180 dərəcə n-2-ni bərabərləşdirirəm 1980 dərəcəyə. Bu da sıfırları ixtisar edək, yəni 10-u ixtisar edək. Olacaq n-2 bərabər olacaq. 198-i 18-ə böləndə 11 olur. N bərabər olur 13. Tərəflərin sayı 13-dür. Diaqonalların sayına baxaq. Görə tərəflərinin sayı 13 olan varmı burada? Yoxdur. Onda diaqonalların sayını yoxlayaq. n-3 bölünsün 2. N-in yerinə 13 yazaq. 13 vurulsun 10 bölünsün 2. O da bərabər olacaq 65-ə. Yəni 1-ə uyğundur A. İkinci suala baxaq. Deyir ki, xarici bucağı daxili bucağından 3 dəfə kiçikdir. Xarici bucağına, deməli ikincini yazıram bura. Xarici bucağına x deyirəm. Daxili bucağı 3x olacaq. Bunların cəmi 180 dərəcədir. Onda 4x 180 dərəcədirsə, x olacaq. Neçə dərəcə? 184-ə böləcək, eləyəcək 45 dərəcə. Onda bir daxili bucağı olur 45 dərəcə. Bir daxili bucaq 45 dərəcədir. Onda
Bir xarici bucaq 45 dərəcədir. Onda tərəflərinin sayı 9 olacaq. Yəni 360 dərəcə bölünsün n-i 45-ə bərabərləşdirsək, n 9 olacaq. N 9-dursa diaqonalların sayı 9 vurulsun 9 minus 3 bölünsün 2. O da bərabərdir. 9 vurulsun 6 bölünsün 2. Buradan alınır deməli 27. Cavab var mı burada? Harada səhv elədim bir dəqiqə. Xarici bucağı daxili bucaq 3 dəfə kiçikdir. Xarici bucağı x dedim. Daxili bucaq 3x bərabər 180. 4x bərabərdir 180. 360-ı n-ə böləndə 8 eləyir. Burada səhv eləmişəm. 8 vur 5 bölünsün 2. Diaqonalların sayı olur 20. Diaqonalların sayı olur 20. Əslində, yəni bu 2-yə uyğundur S. Bir daxili bucağı 150 dərəcədir. Onda daxili bucaq 150-dirsə, xarici bucaq 30 dərəcədir. Onda 360 dərəcə böl n-i mən 30 dərəcəyə bərabərləşdirsəm, n də burada nə olacaq? 12 olacaq. Deməli, 12 tərəflərin sayı. Buna da E uyğundur. Bir də diaqonalların sayını tapaq. 12 vurulsun 9 bölünsün 2. Bu da mənə nə verəcək? 54 verəcək. Yəni 3-ə də B E uyğundur. 34-cü sual bu şəkildədir. 35-ci suala baxaq. Bir xarici bucaq 30 dərəcədirsə, onda tərəflərin n olacaq. Yəni tərəflərin sayı olacaq 12. Tərəflərin sayı 12 olacaq. Tərəflərin sayı 12-dirsə, bir təpədən çıxan diaqonalların sayı 12 çıxılsın 3, yəni 9 olacaq. Diaqonalların sayı isə 12 vurulsun 9 bölünsün 2 olacaq. O da mənə nə verəcək? 54 verəcək. Sonra bir xarici bucağı 60 dərəcədirsə, tərəflərinin sayı olur 6. Tərəflərin sayı olur 6. Bir təpədən çıxan diaqonal sayı olur 3. Diaqonalların sayı isə olur 9. Yəni 6 vurulsun 3. Diaqonalların sayı olur 9. İndi biz bunları toplayırıq. 3 o da 9 eləyir 12. 12 o da 54 eləyir 66. 66 o da 9 75. Yəni cavab burada olacaq 75. 36-cı suala cavab 75'dir. 37-ci sualda deyir ki, kiçik diaqonalı 12 köküç olan ABCDF düzgün altıbucaqlının A təpəsindən F diaqonalına qədər olan məsafəni soruşur. Deməli, mən burada düzgün altıbucaqlı çəkirəm. Belə bir düzgün altıbucaqlı çəkirəm. Bura deyirəm A, bura deyirəm B, bura deyirəm C, bura deyirəm D, bura deyirəm Y, bura deyirəm F. Deyir ki, A təpəsindən CF diaqonalına qədər olan məsafə. Deməli, CF diaqonalı bunun böyük diaqonalıdır. 12 kök3 isə balaca diaqonalıdır. 12 kök3 isə balaca diaqonal. Bilir ki, tərəf avtomatik 12 olur. Böyük diaqonal da 24 olacaq. Onda burada 12 olacaq. Belə çıxır ki, bu bucaq 90 dərəcədir də. Çünki altıbucaqlının bir daxili bucağı 120 dərəcədirsə, onda burada 30 dərəcə olacaq, burada 30 dərəcə olacaq. Onda 120-dən 30 çıxırıq, bura nə olur? 90 dərəcə olacaq. Belə çıxır ki, bizə deyir ki, A təpəsindən CF diaqonalına qədər olan məsafəni. Buranı soruşur bizdən. Bu hipotenuzə çəkilən hündürlükdür. H-ı tapmaq üçün katetlərin hasilini, yəni 12-ni vururam 12 kök 3-ə bölürəm 24-ə. Bu da bizə verəcək. Niyə 12 ilə 24-ü ixtisar edirəm? 12 kök 3 bölünsün 2. O da bərabər olacaq 6 kök altında 3. Yəni cavab burada 6 kök 3 olacaq. Bu qədər. İnşallah 4 bucaqlar davamı gələcək. Təşəkkür edirəm. Çox sağ olun.